Bəzən bir insanın kiçik bir jesti başqa bir insanın bütün həyatını dəyişir. Bugün sizə belə bir hekayə danışacağım. Hacı Zeynalabdin Tağıyev və adını çoxlarının bilmədiyi gənc bir gürcü rəssam. Tağıyev milyonçu, xeyriyyəçi, sənət və təhsilin əsl himayədarı idi. O yalnız sərvət toplamaqla kifayətlənmirdi. Cəmiyyətin, xalqın, mədəniyyətin inkişafını öz həyatı qədər vacib sayırdı. Bir gün Tağıyev Tiflisə səfər edir. Burada təsadüfən kiçik bir rəsm sərgisinə baş çəkir. Divarda asılmış bir tablo qarşısında dayanıb donur. Rəsm qeyri-adi idi. Fırçanın hər toxunuşunda ruh vardı. Tağıyev rəssamla tanış olur. Gənc, kasıb, lakin sonsuz istedadlı biri idi. Onun gözlərində alov, əlində sənət var idi. Tağıyev gəncə suallar verir, sakit-sakit dinləyir. Emalatxanadan çıxarkən heç nə demir və oradan ayrılır. Ertəsi günü isə gənc rəssam bankdan bir məktub alır. Sənin adından 1000 qızıl rubulluq hesab açılıb. İstədiyin yerə get, təhsilini davam et. O gənc Tağıyevin heç nə demədən etdiyi köməyi ilə həyatını dəyişir. Təhsil alır, tanınır, sənəti ilə xalqların dostluğunu əks etdirən rəsmlər çəkir. Rəvayətlər onun adını çəkmir. Lakin sənət tarixçiləri arasında bir ehtimal var. Bəlkə də bu rəssam dövrünün böyük realist ustası Georgi Qabaşvili idi. Ola bilər ki, bu iki insanın yolu, biri Bakı milyonçusu, digəri gənc gürcü rəssam, bir anda Tiflisdə kəsişmişdi. Tağıyev bir ömür yaşadı. Öz həyatından daha çox başqalarının həyatına toxunaraq. O bir gəncin yolunu işıqlandırmaqla bir millətin gələcəyini dəyişdi.